Başlayaq. Bu mənim həyatım boyu yediyim ən dadlı şokolad ola bilər. Seçkilər var. Eyda, bu necə qoxudu? Mən sənə video çəkirəm. Yəni, qarpızlı siqaret, neyim? Süzürəm. Oy, süzənmədim, töküldü. Hər kəsə salam dostlar. Videoya başlamazdan əvvəl sizə iki önəmli nüans qeyd eləmək istəyirəm. Birinci önəmli nüans odur ki, video bu ilin mart ayına çəkilib. Üzərindən bir neçə ay keçsə də istədim ki, yenə də istərəm paylaşım. Çünki həqiqətən maraqlı video olub. Yəni qaleriyamda durmasın. İkinci önəmli nüans da odur ki, biz videoda müxtəlif zərərli şirniyyatlar, içkilər, onların testini eləyirik. Amma bu o demək deyil ki, siz bunları hər zaman içməlisiniz, yeməlisiniz. Yəni, bu sadəcə video xarakteridir. Yəni, tövsiyəm odur ki, çox da bu qidalardan istifadə eləməyin. Zaten biz də çox istifadə eləmirik. Və çalışaq ki, bu tip qidalardan maksimum dərəcədə uzaq olaq və sağlam həyat tərzi seçək. Deyəcəklərim bu qədər idi. Xoş izləmələr. Hər kəsə salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə Almaniyadan gələn dostum Mirsayət vasitəsilə bu cür abur-cuburları yeyib test eləyəcəyik. Görək dadları necədir. Başlayaq. 3-2-1. Birinci hansından başlayaq? Birinci məncə içkilərdən başlaya bilərik. Məsələn bunlardan. Hansını istəyirsən? Götürək. Əslində Red Bull'un mənə gəlir qarpızlı qəşəng ola bilər. Okey, yoxlamamışam bunu. Bu arada başlamamışdan qabaq deyim ki, əlimizdə bu tip şeylər var, içkilər var. Stəkanlar var. İçkilər var. Denən ki, evdə stəkan dedi. Başlamamışdım. Oyda, bu necə qoxudu? Baxın. Çox qəşəngdir. Mən sənə video çəkirəm. Başlamamışdan qabaq qeyd eləyək ki, evdə stəkan olmadığı üçün bu tip stəkanlarda test edəcəyik. Daha doğrusu şəffaf stəkan olmadığı üçün. Çünki biz istəyirik içkinin rəngi görsənsin. Ona görə üzürlü sayın. Bəli, üzürlü sayın. Biz yəni içmirik. Bu gözəl ayda sadəcə olaraq bu stəkanlardan istifadə edəcəyik məcburi. Rəngi belədir. Bu da hansıdır? Bu da Red Bull'un qarpızlı olan versiyasıdır. Ümid edirəm video bunlara görə silinməz. Qoxusu çox qəşəngdir. Yəni qarpızlı siqaret, neyim? Nə siqaret? Qarpızlı saqqızın. Yəni qarpızlı saqqızın dadını demək olar eynisidir. Prosto qazlı su ilə qarışmış versiyasıdır. 10 üzərindən neçə versən? 10 üzərindən çox şirindir. Mən 7 verirəm. Mən də 7. Məncə içkidən keçək biraz digər. Olar. İçkini qoyaq kənara. İndi isə kartofel cipslər var. Bu trüffel göbələyin bilirsiniz, yəqin ki, bahalı restoranlarda ətin falan üstünə qoyurlar. Bu həmən trüffel göbələyi olan cipsidir. Bizdə Rewe mağazası var. Yəni onun özünün buraxdığı cipsi versiyasıdır. Bu arada burada Nutri-Score var, hansı ki keyfiyyət dərəcəsini göstərir. Burada B-dir. Məncə cipsiyə görə çox yaxşıdır. Yəni B skoru normalda qidalarda olmur bu yəni. Cipsidə olmur yəni. Olmur çox vaxt. Yəni çox yox olmur ümumiyyətlə. Yəni göstərir ki, bu şeydir də, orqanikdir. Çox vaxt. Açamadım. Açmalı deyə mənə burax. 2000 years later. Aromatı çox bilinir. Qalındır. Trüffel bizdə Naxçıvan tərəfdə yetişir. Adı onun. Həqiqətən elədir, by the way. Cipsi ilə döyəcəm səni. Yəni, biraz gülüb elədik, amma keçək biraz şirniyyata. Bu mənim həyatım boyu yediyim ən dadlı şokolad ola bilər. Kəş yəni bunun Azərbaycanda yoxdur, amma kəş bunun sizdə dadına baxa bilərdiniz. Sən yemisən? Yox. Yəni içində belə olur. Oo, beləymiş. Ay maşallah. Listənin içində 5 dənə. 6. 5. Hə, 5 dənə. Görünüşü belədir, 2 dənə. Əslində 2 dənə deyil, bir dənə də sadəcə ayrılır. Amma elə superdir.
Mən çay içən deyirəm, amma çay içən insan, yəni bundan ötürü, yəni çayla qəşəng gedər. Mən 10 verirəm. Mən də onu verirəm. Cipsiyə reyting verməliyik. Doğrudan. Cipsiyə, əslində çox da belə xüsusi cipsi deyil məncə. Mən o trüfel göbələyi olan burger yemişəm. Yəni mən o göbələyin dadını bəyənmirəm. Yəni ona görə 5 verirəm. Yox, mən 5 vermirəm, mən 6 verirəm. Ya da yox, mən 7 verirəm yenə. Çünki cipsi normal olaraq bu tip dadını xoşlayıram. 3 balda kəsirəm ki, yəni lap belə xüsusi bir dadı yoxdur. Sıradan, amma həm keyfiyyət dərəcəsinə görə, yəni bu balı verirəm yəni mən 7 bal. Keçək jeli baba. Haribo əslində Polşada var deyəcəyiz, niyə gətirmirsən, amma yəni bu Pasxa bayramı var, sizdə də var da. O Pasxa bayramına xüsusi buraxılmış versiyasıdır. Dedim maraqlı olar. Burada Polşada da belə bir şeylər var. Yəni xüsusi bayramlarda xüsusi məhsullar buraxa bilirlər. Yəni bu çox maraqlı bir şeydir. Yəni adam həyəcanla görən dadı necə olacaq falan. Rəngbərəng belə dovşanlardır. Sən hansını götürdün? Mən çəhrayı rəngiyim. Mən də qırmızını götürdüm. Jerbon çoxsu yandı. Kamu spotu. Amma yəni çox qəşəng alır. Bir də bunu çeynəyib qutarana kimi adam zülüm çəkir. Ona görə yəni çox az yemişəm mən həyatımda jelibon. Neçə verirsən? Jelibon da yəni ondan 5 verirəm. Mən 7 verirəm. Keçək. Bunu sən gözəl adını demişdin. Nə idi bu? Uşaqlarla buna yetim doyucudan deyirik. Çünki yəni Bakıdakılar normalda 330 milli falan olur da, 250 milli. Amma yarım litr meyvə 500 milli çöplü meyvə soku yəni görməmişəm mən. İlk dəfə də həyatımda gördüm. Həm də çox ucuz Mən də çox qiymətli. görməmişəm. 500 milli yəni çoxdur da, yəni qoy bundan mən. Nəysə. Yəni bunun versiyaları çoxdur. Nə bilim, limonlusu var, qarpızlısı var, multi meyvəsi. Bu arada bunun üstündəki yazını oxuya bilirsən sən? Hə. Nə yazılıb? Durslöşe Eiste Pfirschig Geschmack. Çox çətin. Nə yəni Yəni burada Durslöşe markasıdır. Eiste Pfirschig Geschmack da yəni nə? Eiste Pfirschig Geschmack. Ayda necə oxuyursan sən bunu? Alman dilini burada da deyim. A1 Alman diliylə. Du sprechen. Ja, sprich. Bu sprech değil işte. Ya sprech ja, değil. sprich. Ha sprech değil. Keşke Almanca bilen varsa burada söylesin. Çox çətindir öyrənmək. Yəni mənim özümdə Buzlu öyrənmirəm. şəftəli soku. Belə bir şeydir. Düz öyrənmirəm, öyrənməyə çalışmam, amma yenə də çox çətindir yəni. Ol yəni, həqiqətən Alman dilini bilənlərə, daha doğrusu öyrənənlərə qəşəngdir. Mən 10 verirəm. Mən 9 verirəm. Məncə bu dəfə cipsiyə yenə keçək. Ana. Və bu cipsidir, düzdür? Hə. Yəni baxanda birinci Pringles'ın qabına oxşuyur. Hə, elə ona görə Hə. deyirəm mən. Yəni Almanlarda bu tip ayı olan cipsi Pombar çox məşhurdur. Maraqlı. Şəklini göstərim. Şəkli belədir. Pringles'ın belə alma versiyası, ayı versiyası kimi. O bayaqki yediyimiz, yəni bu məncə daha yaxşı idi. Bu da yaxşıdır, Məncə amma bu daha yaxşıdır, çünki mən cipsini sadə, duzlu, orijinal xoşlayıram. O nəsə mən onu bəyəndim daha çox. Qoy bir də yeyim bunu. Dostlar, deməli yerimizi dəyişdik, yəqin gördünüz. Emil öz profil, yəni sol profilini daha çox bəyənir, ona görə yerini Həm ona görə, amma əsas səbəblərdən biri dedim dəyişiklik olsun da, mən xoşlayıram belə dəyişiklikləri. Bilmirəm, mənasız amma yenə də. İçkidən davam eləyək. Bu bilmirəm 100% qazlıdır ya yox, amma sizə qəribə gələ bilər. Almaniyada alma soklarının çoxu qazlı olur. Yəni adam mədəsini yandırır, amma yəni çox da tərəf var, içirlər yəni. Həm də bunda Nutri-Score C-dir. Sağlamlıq dərəcəsi. Çok şükür yarabbim. Bu az qazlıdır, ən az qazlıdır. Çox az, çox. Hətta nə bilim qazı hiss eləməyən adam Yəni yəni bunun qazsızdır. qazlı versiyasını almaq istəyirdim, amma səhv almışam. Amma yəni məsləhət deyil o. Hətta bunun qazı yoxdur. Məncə qazı yoxdur. Baxım. Məndə də qazı yoxdur. Baxsan nəsə başa düşməyəsən usta. Ən azından ingiliscə yazanlarda yox. Yox. Niyə? Almanların ingilis dilinə qarşı
Allergiyası var. Şeyi var. Qısqanclığı var məncə. Ay. 10 verirəm ya buna. Mən 7 verirəm. Yəni bu da Almaniyanın çox məşhur bir məhsuludur. Düzü heç dadlı deyil, yəni prosto məşhurdur deyə almışam. Əvvəl yeyim sən. Ona görə Hə. sən tutdu. İçi belədir. Götür. Yəni bunu şokoladın içində bildiyiniz marshmallowdur. İndi əriyib bu. Ayda. Necə bunu yeyim indi? Yox, apartırlar, yi də. İğrenç yeyirsən. Elə barmağı. Buralar qoymayasın. Heç qəşəng deyil. Niyə, normaldır. Biraz sonra kesməyib falan. Neçə verirsən? 6 verirəm. Mən 0 verirəm. What the hell? Niyə? O deyil. Okay. 17 məhsul idi. Artıq 9-u qalıb. Yəni demək olar yarılamışıq. İndi şokolada keçməyək. Çünki şokolad yemişdik yaxın zamanda. Onda jelibon. Jelibon. Yəqin ki bu. Bu səhv eləmirəmsə turş jelibondur. Düzü hər yerdə olur, amma bu Alman firmasıdır. Yəni, dadı bəlkə fərqli olar. Əslində bundan burada da var, amma mən bildiyim qədərlə yadımdan çıxıb fərqli firmadır. Mən bu rəngini götürdüm. Mən bəyənmədim. Nə gözləyirdin? Bu tip jelibonu 2 dəfə də yeyirdim, yəni bilmirəm. Mən yemişəm. Bu tip Eyni daddır. oxşuyur. Yəni bir jelibondan nə gözləyirsə odur da, yəni başqa bir şey yoxdur, artıq bir şey. Pretzel Almaniyanın simididir də. Yəni türklərdə necə simid məşhurdur, Almaniyada da pretzel məşhurdur. O, indidən qoxusu gəldi. Nə qəşəngdir. Al götür. Şokoladlı pretzeldir yəqin ki. Ha, o da ya. Mən içməm. Yaxşı fikirləşiblər. Bu əslində duzlu ilə şokoladın qarışımıdır. Çünki içindəki duzludur, çölü şokoladdır. Qəşəngdir. Salsik, yəni duz deməkdir. İngiliscə salt. Süs də şokolad parçasıdır. Necə oxunur o? Süs. 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 Süs özü 2 dənə üstü ilə. Mən bəyəndim. Mən də bəyəndim. Mən 9 verirəm. Mən yəni bir dənə Bir baxım. dənə də yerim. Bir dənə yedim. Mən 8 verirəm. Amma qəşəngdir dadı. Çox qəşəngdir. Bunu axıra qoyacağım çünki mənim ən sevdiyim Red Bull çeşididir. Bu üstündə ingiliscə yazılıb Apricot Edition. Alman dilində aprikos yazıb. Yəni ərikli versiyasıdır. Məncə maraqlı olar. Heç içməmişəm mən. Qoxusu çox qəşəngdir. Ərik qoxusu var. Pardon. Amma rəngində Rəngi niyə biraz bəs? rəngi fərqlidir. Rəngi bayaqkinin rənginə oxşuyur. O deyil. Mən bəyəndim. Mən bəyənmədim. Mən bəyəndim. Düzü elə bil ərik dadı ilə yaxından uzaqdan əlaqəsi yoxdur demək olar ki. Heç yox deyə. Yəni əriyin bəzən acılığı olur, məsələn. Dəqiq ərikdir. Hə, aprikot. Aprikot. Maraqlıdır. Yəni əriyin biraz acılığı olur. O acılıq hiss olunur. Məsələn, əlaqəsiz olacaq, amma ərik kompotunda da məsələn acılıq hiss edirsə, bunda da həmin o acılıq var. Amma qaz da var. Məncə çox qəşəngdir. Çox Mən o bəyəndim. birinə deyirsən 8 vermişdim, buna 7 verirəm. Amma 4 verirəm. Keçirik indi Qoy mən oxuyum. Yogurette. Ferrari SF90 Stradale. Düzəldir. sən İtalyan kimi oxudun, amma o var, yogurt. Yogurette. Plitka şokoladın həm belə Alçaldılmış forması. bu plitka şokoladın yoğurtlu versiyasıdır, çərəkli yoğurtdur. Yogurt. Yoğurt. Bunu da xaladenikə qoymamışıq. Olan Əgər- şeydir. Yəni mən bunu alanda xaladenikdə deyildi. Doğrudan? Xaladenik yox, soya tuzu. Aşkı yok elbet. Kurur der derler. Soy düzü. Zəhmət olmasa. Azərbaycan dil normalarına diqqət edək. Tamam. İsmail, Sən vermə. Dəyməz. Nuş olsun. səhv eləmirəmsə bu Kinder firmasının olmalıdır. Yəni onun bir dənə baxım.
Çünki mən marketdə satılanda bu ikisi məsələn endirimdə olanda həm Kinder, həm bunu yan-yana yazırlar. Bu Ferrero firmasınındır. O Ferrero Rocher həmən səhv etmirəmsə Kinderlə eyni markadır bunlar. 10 verirəm mən bunu. Verirəm. Çiyələk xoşlayanam. Plus şokoladda var. Mən 7 verirəm. 10 verirəm. Amma biraz belə bir şey çoxdur. Şokolad çoxdur. Və biraz adamı boğazı yandırmaq kimi hissi var, amma məncə şeydir. Crunch chips. Crunch chips, paprika və bundan Varşavada da var. Əslində xüsusi bir şey deyil. Mən əslində Amma Emilə xəbər yox idi. zəng etmişdim ki, gəl seçək, amma yatırdı deyə. Saat 8-də gəlmişsən, normal olaraq bir zəhmət yatma. Yox. Zəhmətkeş adam səhər tezdən durur. Səhər saat 8-də cipsiyə gedib baxmaram. Yəni. Amma yenə də baxaq. Bu arada Nutri-Score dedi. Yəni, belə bir info verim ki, məsələn, Almaniyaya nə vaxt gələsi olsanız marketə girəndə görəcəksiniz ki, cips çeşidlərinin 90% paprikadır. Yəni, Almanlar, bilmirəm, paprika xoşlayır deyə elədir. Yəni, Instagramda, TikTokda bəlkə qarşımıza çıxıb da, yəni, hamısı paprikadır. Bütün növlər paprikadır. Mən paprika xoşlamıram, məsələn, o qədər. Bundan xoşlanmırsan? Yox. Niyə aldın? Məsələn, çünki məşhur budur. Yaxşı. Bu arada burada bəzi marketlərdə bu tür məhsullarda bəzən olur, amma həmişə olmur. Bunun tarixi keçir, istifadə tarixi mütləq şəkildə diqqətli olmalısınız. Əgər Varşavada yaşayırsınızsa və əsasən də Biedronka mağazalarında, yəni olub görmüşəm, demişəm. Okey, indi normal halda əslində, ola bilər yaddan çıxsın falan, yığışdırmasınlar rəflərdən, amma həqiqətən diqqətli olun, yəni bu məlumatda verim, bilmiş olun. Almaniyada olmuş. Olmur. Almaniya. Məncə olur ya, sən görmürsən. Elə şey olmaz. Çox ilişirlər elə şeyə. Məsələn, Almaniyada necə olur? Məsələn, toyuq falan alırsansa, üstündə yazılır da tarix. Həmən son gün tarixi o toyuq 70%, 80% endirimdə olur. Məncə əsl cips qurmələri, yəni sadə, klassik cips xoşlayır, duzlu. Mən də onu xoşlayıram, amma dad olanda daha qəşəng olur məncə. Bəs şey deyil. Al. Neçə versən? 6. Mən də 5 verirəm, belə deməyəm, baxmayın. Bəyənirsən, onu məndən az verirsən? Cipsi də, yəni o birisinə nə qədər vermişdim mən? Okey. 10 verməmişdim ki. Məncə keçək plitka şokolada. Bu, əslində mən istəyirdim başqa firmanı alım. Məsələn, Almaniyada Nussnacker falan daha məşhurdur. Məsələn, yəni, Türklərdə də 1000 falan vardı. Qürbətdən gələndə onlar ən ucuz şokolad olurdu. 70-80 sent olur. Alırlar, çamadan doldurub hər qohuma birini verirlər. Yəni, bildiyimiz düz plitka şokoladdır. Dadına baxaq. Bunun üstündə nə yazılıb? 100% nə? Sertifikat Nə Nahaltiki demək, kakao bezuk. 100% sertifikatlanmış kakaodur, yəni başqa heç bir qatqı maddəsi yoxdur. Burada hazırlama şeyini göstərirlər, bax. Bilməm, görürsünüzsə yox, yəqin görmürsünüz. Burada hazırlama prosesini göstərirlər. Mən çox bəyəndim, ona görə birini də yiyirəm. Bu şəkər komasına girəcəm. Yəni, çox şokolad bəyənmirəm, amma mən buna 9 verirəm. Al. Yəni, bu da çox məşhur bir şeydir Almaniyada. Yəni, banan həm də şokoladdır. Banan və şokolad. Banan və şokolad. Ayda, banan neyse gəlir. Özü banan formasındadır. Ortasındakı, mən gözləyirdim banana oxşar bir şey olsa, amma jelatindir. Yəni, marmalat. Bananlı marmalatın üstünə şokolad olublar. Çox lazımsız bir şeydir əslində. Yox, pis deyil, normaldır. Əgər banan xoşlayırsınızsa şokoladla, yəni... 6 verirəm. Mən 5 verirəm. İndi keçək mənim favorit Red Bull'uma. Kakosdur və Blueberry, səhv etmirəmsə bizim Azərbaycanda nə gedir? Blueberry. Qarağat. 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 Azərbaycanda qarağatdır. Amma kakos daha çoxdur bunda, yəni dadı. Oy, bunun asılma səsi mənə istəyir. Qoxusu çox qəşəngdir. Rəngi də çox qəşəngdir. Bu nələrin qarışığı tam olaraq? Bu kakos qarağat. Kakos qarışıq qarağat. Oo, bunun belə evi kokteyl düzəltmisən o formada. Çox qəşəng qoxusu var, dadı da çox qəşəngdir. Mükəmməldir.
Nice. Mən də ala bilmirəm, hələ də o bananın dadı qalıb ağzımda. Mükəmməldir. Çox mükəmməldir. Məncə mükəmməl deyil, amma qəşəngdir. Mükəmməldir. Məncə mükəmməl deyil, qəşəngdir amma. 10, 100, 100 hətta. Onun mən ilk dəfə dadına baxacağam. Nutellalı. Yəni bildiyimiz Nutellalı çörəyin hazır versiyası. Amma bir dənə stop zəhmət olmaz, mən bunu dəyərləndirməyim. Dəyərləndir. 9 verirəm, Mən 10 verirəm, 100 verirəm. Nutella breadi, yəni çevirisində Nutellalı çörək də, yəni translate edəndə. Nutella. 6 dənə var içində. Çox qəşəng dizayndır, maraqlı dizayndır. Ferrero yazılır. Hə, bu da Ferrero firmasıdır. Açaq görürsən. İçində belə bir şeylər çıxır. 6 dənə Nutellalı çörək. Nutellalı çörək. Dizaynı çox qəşəngdir, həqiqətən də. Sırf dizaynına görə məncə dadı çox qəşəng Bu neçə olacaq. almısan? 2 euroya yaxın səhv 2 euro. Bir dənə buradan çevirəsiniz ya da mən qoyaram buralara. Bilmirəm indi. 3 manat 40 qəpik falan. Görünüşü həqiqətən qəşəngdir. İçində bir dənə sizin üçün belə bilsəm. Yəni, bildiyiniz çörək içində Nutella. Dadı qəşəngdir. Qəşəngdir. Mən 10 verirəm. Dadı möhtəşəmdir. Amma o bayaqçı Kinder o da çox qəşəng idi. Məncə bu ən yaxşısı. Mən onu seçərdim, amma bu da çox əladır da, yəni. Tərkibində şokolad olan yediklərimizdən mən 1 nömrəyə pretzel, 2 nömrəyə bunu qoyuram. Bununla da məhsullarımız bitdi. Bunu da qoyaq kənara. Ümumilikdə biz öz şəxsi fikirlərimizi dedik. Yəni 10 verdiyim məncə bir dənə oldu, ya da 2 dənə ola bilər. Məncə yəni ən məşhurlarını gətirə bilmədim. Həm bura çox erkən saatlarda gəldim. Yəni vağzaldakı marketdən alış-veriş eləmişəm hamısını. Həm də Almaniyada elədi ki, bir neçə market şəbəkəsi var bizdə olduğu kimi. Yəni hamısından Adı nədir? Mən bunları RV-dən almışam. RV. Amma məsələn Aldi-də, Lidl-da daha qəşəngləri var. Lidl burada da var, Lidl universal demək olar ki, Çexiyada da var. Belə dostlar, bura qədər izlədiyiniz üçün çox sağ olun. Süfrəniz daim bol olsun. Amma belə qidalarla deməzdim. Çünki bu qidalar təbii ki ziyandır. Biz həqiqətən bu qidaları hər gün tükətmirik, tükətmirik. Ən yaxşı qidalarla, ən sağlam qidalarla. Bəli, hansı ki sizin sağlığınıza xeyirdir. Çünki həqiqətən ziyandır. Bunlardan arada sırada olar, belə ehtiyac var. Təbii ki, hər bir şeydən yoxlamaq lazımdır, dadına baxmaq lazımdır bizim kimi. Amma biz də bunu təbii ki, video üçün eləmişik. Hər gün bu tür qidalanmırıq və siz də çalışın, sağlam qidalanın, sağlam həyat yaşayaq, sağlam vərdişlər qazanaq. Bu günlük bu qədər. Bura qədər baxdınızsa çox sağ olun. Kanalımıza da abunə olmağı unutmayın. Belə videolar gələcək, davamlı olacaq. Bu hələ ilk videolardır. Ona görə də bu kanalı izləməyi unutmayın. Like atmağı da unutmayın. Fikirlərinizi bölüşün təbii ki. Hansını bəyəndiniz, hansı məhsulu daha çox dadını bilmək istəyərdiniz. Ola bilsin bəlkə buradan hansı bir izləyicimizə göndərdik. Almaniyadan ya Polşadan. Hansı ki Azərbaycanda yoxdur. Onu da deyər zəhmət olmasa. Bu qədər, çox sağ olun. Və belə gələn videolarda görüşənədək. Sağ olun.